Hamamda mütləq şam saxlayın. Maraqlıdır. Biz görmüş hamamda deyirlər sabun saxlayın, maçalka, şampun, nə bilim gel falan şam. Qoy görək bu şamı neyəcəklər? Vanna otağında ən teçhiflənən yer su kranlarıdır. Düzdür, paslanırlar. Elə o su gələn kabellər deyək də, şılanq deyirlər, amma belə mən kabellər deyirəm də, oradan su gəlir, gedir, onların özləri belə fırlanan yerləri. Təbii ki, istinad edirəm Milli Aza xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Düzdür, belə sarıya çalan çox eybəcər, elə bilirsən paslanıb ləkə düşür. Bu ləkələri kimyəvi təmizləyicilər elə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranların üzərinə şam sürtdükdə xüsusi qat yarandığı üçün su axır, ləkə qalmır. Hörmətli qadınlar, doğrudan da hamamlarda şam saxlayın. Həmən o saralmış pas rənginə oxşayan rəngləri şam təmizləyir.